Bəzi insanlar xəstədirlər, onlar beyni manipulyasiya işinə baxırlar, başqa işlər yoxdur. Beyinlərdə şübhə yaradırlar, insanlarda şübhə yaradırlar. Fasiqdirlər bunlar. Deyir, onların 4 dənə əlaməti var. Bu 4 əlamət kimdə varsa, onun danışığında ehtiyatlı olun, ona qulaq asanda ehtiyatlı olun. Çünki bu insan fasiqdir. Bəzi insan qarşı tərəfin fasiq olduğundan bir xəbərdir, oturur saatlarla fasiqin sözünə qulaq asır, sonra gəlir nəqli qovul eləyir, fasiqin sözünü gəlir, başlayır danışmağa. Şübhəyə düşür. O 4 sifət nədir? Peyğəmbərimiz buyurur. Və əmmə əlamətul fasiq. Amma fasiqin əlaməti. Fə ərbəə. 4 dənə əlaməti var. Əl-ləhv vəl-ləğv vəl-udvan vəl-buhtan. 4 dənədir. Deyək, birinci nədir? Birinci budur ki, əl-ləhv. Deyir, fasiq adam ləhv iş görər. Elə həmişə gününü, güzəranını qeyri-ciddi yerlərdə keçir. Məsuliyyətsiz bir adamdır. 2. Əl-ləğv. Boş şeylər danışır. Çox yersiz şeylər danışır. Yersiz söhbət açır, yersiz danışır, danışdırmadan danışır. Bəzi insanlar var, bu cürdür. Onlar danışdırılmadan danışırlar. Ya danışdırılmadan danışmağında biri budur ki, xəsiyyəti belədir, görür, biraz dilinin altına daş qoyar, az danışır. Ya da budur ki, riyakarlıq eləyir. Öz yanından danışır ki, mən nəsə bilirəm. Ya danışır ki, qarşı tərəfinə təhqir eləyir. Bəs niyyəti saf deyil. Biz Peyğəmbərimiz buyurur, birinci əlamət budur ki, o boş yerlərdədir, boş işdən məşğuldur. İkinci sifət budur ki, boş şey danışır, ləğv şey danışır. Üçüncü sifət budur ki, belə udvan. Düşmənçiliyi möhkəmdir. Qəlb kinlidir. Qəlbi kinli insandır. Bağışlamağı bacarmır, həmişə düşmən mövqeyyətində dayanır. Həmişə irad mövqeyyətində dayanır. Bəzi insanın xəsiyyətidir bu. Həmişə palçıq atmağın startındadır. Həmişə palçıq atmağı əlində bax saxlayıb, bu cür gözləyir. Fürsət gözləyir tulluya. İşi budur. Bunun başqa işi yoxdur. Peyğəmbərimiz buyurur ki, o düşmən mövqeyyətindədir. Dördüncü də budur ki, vəl-buhtan. Çox böhtan atır. Böhtan əhlidir. Olan, olmayan şeyi danışır.